Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadet itaatlerimizi, oruç namazlarımızı kabul etsin. Allah Tebarek ve Teala Ramazanın feyzini, rahmet bereketini hamımıza nasip eləsin inşallah. Amin. Selamun aleyküm ve rahmetullah. Selamun aleyküm. Yeniden. Hoş gördük. Salamlayıram tamaşaçıları da, iştirakçıları da. Allah kabul eləsin ibadətlərini artıq sona yaxınlaşırıq. Allah bu məşhur duada deyilən kimi əgər bu günə qədər bizi bağışlamayıbsa lütf eləsin, bundan sonra bağışlasın. Amin ya Rabbel alemin. Amin ya Rabbel alemin. Biz İmam Səccad əleyhissalamın vida duasını oxuyurduq. İmam Səccad əleyhissalam səhifə-i Səccadiyyədə Ramazanla vidalaşır. Yəni o səhifənin dualarından biri də məhz Ramazanla vida duasıdır. Və bu 45-ci duadır səhifə-i Səccadiyyədə. Tövsiyə olunur ki, Ramazanın vida edərkən bu duanı oxusunlar. Mən indi hamısına təbii ki, imkan olmayacaq burada toxunmağa. Sırağa günündə bir bəndinə toxunmuşuq. Dünən də bir bəndinə toxunmuşuq. Amma bugün istəyirəm o salamlaşmaq cümlələrinə başlayaq inşallah. Yəni xudafizləşmək. Xudafizləşmək, bəli. Ya Allah. Ərəblərdə xudafizləşəndə də Əssalamu aleykum deyirlər. Bəli, bəli. O baxımdan. Bizdə deyik ki, salamat qal. Bəli. Salamat elə salam sözündəndir. Gəlir çatır buraya, buyurur ki, وَقَدْ أَقَامَ فِينَا هَذَا الشَّهْرُ مُقَامَ حَمْدٍ. Belə ki, bu ay bizim aramızda bəyənildi. Bəli. Yəni, həmdə, təşəkkürə layiq oldu bizim aramızda. Məhmud oldu. Bəli. Yaxşı yoldaş oldu. Və dünyanın ən yaxşı nemətlərini bizə ərmağan gətirdi. Bəli. Həzrət Peyğəmbər Şəbaniyə xütbəsində buyurur ki, Qəd əqbələ iləykum şəhrullah. Allahın ayı gəlir, amma tək gəlmir. Özü ilə rəhmət, bərəkət, məğfirət gətirir. Ən yaxşı nemətləri bizə ərmağan gətirdi. Vaxtı başa çatdıqdan, müddəti sona yetişdikdə, günləri tamamlandıqdan sonra bizdən ayrıldı. Bəli. فَنَحْنُ مُوَدِّعُوهُ وِدَاعًا مَنْ عَزَّ فِرَاقُهُ عَلَيْنَا. Deyir, indi onunla vidalaşırıq. Ayrılıq bizim üçün çox ağırdır. Ayrılığı bizi qəm-qüssəyə və qorxuya saldı. Bu söz Vəhşətə saldı. və əvhaşəna. Bəli. Yəni, bizi vəhşətə saldı, qorxuya saldı onun ayrılığı. Yəni, insan adətən yəni, vaxt qutaranda, nemət qutaranda, tükənəndə nə deyir? Nəyə görə qorxuya düşür? Yəni, bundan sonra neyniyərik? İnsan o hissi keçirir də, qorxuya düşür. Nemət ki, əldən çıxdı, bitdi, deyir ki, bundan sonra neyniyərik? Necə olacaq işimiz? Sanki o qorxudur. İmam Aleyhisselam buyurur ki, bizi qorxuya salır onun ayrılığı. Onun hörmətini saxlamaq və haqqını əda etmək öhdəmizdə qırılmaz bir peymandır. Yəni, nə olsun ki, o bir ay idi vaxtı. Gəldi, getdi. Amma deyir, o qədər bizim boynumuzda haqq qoydu ki, biz bundan sonra ta gələn Ramazana qədər gərək onun haqqını qoruyaq. Çünki adətən yaxşılıq eləyənin haqqını gərək ödəyəsən. Nankörlük eləmək olmaz. Bu qədər nemət gətirdi, bu qədər gözəllik gətirdi, bu qədər ərmağan gətirdi bizə. Gərək bizim boynumuzda bir haqq qoydu, bir öhdəlik qoydu. Gərək biz onun haqqını qoruyaq və onun hörmətini saxlayaq. Sonra deyir, فَنَحْنُ قَائِلُونَ. Bax, biz belə deyirik. Əssalamu aleykə ya şəhrallahil əkbər. Salam olsun sənə, ey Allahın ən böyük ayı. Və ya idə əvliyaih.
Ey Allah övliyalarının bayramı. Yəni. Burada qalır amacı. Buyur. Bismillahirrahmanirrahim. Əslində İmam Səccəd əleyhissalamın bu Ramazan ayına vida münacatı bizə sətir-altı başa salır ki, əgər həqiqətən Ramazan ayında oruç tutansansa, belə olmalısan. Və əgər Ramazan ayı bitən zamanlarda, bitən anlarda belə deyilsənsə, alınmadı. Bu il alınmadı. Hərçənd ki, çox fayda götürdün, çox qazanc elədin. Amma tanımadım bu ayı. Çünki imamın bu kəlamları əzizini itirmiş bir şəxsin ah-naləsinə oxşuyur. Əvvəla buyurur ki, məqamə həmdin. Bu ay bizdə tərif yaratdı. Biz bəyəndik bu ayı. Biz də mi bəyəndik? Bəli, bəyəndiyimiz nüanslar çoxdur bu ayda. Gözəl-gözəl iftarlar, imsaklar, sahurlar, o başdanlar, məclislər, söhbətlər, elə bu veriliş, Bəli. proqram, əlhamdülillah. Amma içdən-içə Ramazan ayı boyunca bizdə mənəvi aktivlik, fəaliyyət yarandı mı? Və nə qədər yarandı? Xatırladaq, Resulullah sallallahu aleyhi və aleyh Ramazan ayının, mübarək ayının daxil olduğu zaman bir xütbə oxuyur, Şəbaniyə xütbəsi. Ramazan ayının fəzilətlərini sayır. Bu zaman Həzrəti Əli ibn Əbi Talib əleyhissalam qalxır ayağa. Ərz eləyir, ya Rəsulallah, bəs bu ayda ən gözəl əməl nədir? Resulullah buyurur, vərə. Heç olmasa bir günahı tərk etmək. İndi biz baxaq, biz bu ayı bəyəndiksə, heç olmasa bir günahı tərk etdikmi? Necə tərk etdik? Ola bilər Ramazan ayı boyunca bir nəfər günah eləməsin. Bu çox gözəldir də. Amma baxaq öz şuurumuzun alt qatlarına, əhval-ruhiyyəmizə, qəlbimizə, özümüzə baxaq. Ramazan ayından sonra da o günahı etməmək aurası varmı bizdə? Bu zaman biz deyə bilərik ki, müqamə həmdin, biz Ramazan ayını bəyəndik. Bəyənilən bir yer tutdu bizim üçün. Hərçənd ki, çox sahədə bəyənmişəm, yenə deyirəm. Amma o kafi qədərindən söhbət edirik biz. Kifayət miqdarında. Gözəl həm söhbət idi, imam buyurur. Sohbətə məbrurin. Gözəl müsahib idi. Həqiqətən də elədir. Çox, yəni adam içdən-içə hiss eləyir ki, bir aylıq bir başqa aləm idi də. Hətta ən zəif oruç tutan üçün belə, hətta mən deyərdim, oruç tutmayan adam üçün belə başqa aləm idi. Biz xeyli spirtli içkilər qəbul edən adamlar tanıyırıq ki, bir ay içmədilər. Bəli. Yəni, bu da onlar üçün də başqa bir aləmdir. Nəsə təsirə düşüblər ki, içmirlər. Nəsə təsiri var, əsəri var mübarək ayın. Əsərsiz deyil. Hacı, siz üzr istəyirəm. Buyurun. O məsələyə toxundunuz. Mənə gəlir ki, bu əslində Ramazanın gətirdiyi ərmağandan biri də Ramazanın təsirlərini qorumaqdır ondan sonra. O əslində çox mühüm mövzudur. Yəni Ramazanla vidalaşmaq, Ramazan dəyərləri ilə vidalaşmaq demək deyil. Ramazan dəyərlərini gərək biz qoruyub saxlayaq. Yəni Həzrət Əlinin hədisində qeyd olunur ki, çox oruç tutanlar var ki, oruç tutmaqdan yalnız aclıq və susuzluq ona qalacaq. Yəni təsəvvürlər, qiyamətin günündə əməl dəftəri açılır. Oruç tutanlar yazılır ki, oruç tutmayıb ac qalıb, susuz qalıb. Allah qorusun. Sonra şərtini buyurur. Deyir ki, oruç tutmaq təkcə o ağzını yeməmək, içməmək deyil. O həm də gözün oruç tutmaq. Bütün əzaların orucudur. Bütün əzaların, qulağın oruç tutması, dilin, kəlam və s. Əl, ayaq.
Yəni bu haramlardan bir çəkinmə olmalıdır. Vərə nədir? Daxili mənəvi immunitet yaranır günaha qarşı. Ki sən günaha yaxınlaşmayasan. Mənim yadıma Mövlana Cəlaləddin Ruminin təmsili düşdü. Deyir ki, həmişə, bilməm desən, Ramazanın sonlarında mən adətən bu təmsili deyirəm. Deyir ki, bir nəfər oturur öz uzun qulağına, gedir hamama. Yolda palçıqlıdır dizə qədər. Gedir, qulağı bağlayır, girir hamama, hamamda çimir, təmizlənir və çıxır yenidən ulağı ilə birgə gəlir. Oturur da ulağına gəlir, yenə də yol palçıqlı dizə qədər. Bir nəfər yolda bunu görür, soruşur, hardan gəlirsiniz? Deyir, o dinməmiş, sahibi dinməmiş, ulaq dərhal denir ki, hamamdan gəlirik. O da baxır onun dizlərinə, görür ki, bu palçıqdır. Deyir ki, görünürsən necə çimmirsən, sən necə hamamsan, hamamdan gəlmirsən. Bunu indi təmsil deyir. Yəni, Ramazandan əvvəl də biz dizə qədər palçığa, yəni günaha batmışdıq. Ondan çıxanda da yenə də həmən haldayıq, yoxsa yox. Bu düşündürücüdür. Gör, nə qədər ibrətlidir. Bu, əslində, bu mövzu çox gözəl bir aktual mövzu olmalıdır bizim. Çünki Ramazanın dəyərlərini qoruyaq. Ramazan ayı mahiyyət etibarilə nədir? Həmin bu dəyərlərdir. Əgər mən bu dəyərlər üçün darıxmayacamsa, deməli, mən iftar üçün darıxıram. Ramazan ayı üçün yox. Deməli, mən arıqlamaq üçün darıxıram. Onu da dediyim kimi faydasız deyil. Yəni, o ac qalmağın özünün dünyadan uzaqlaşmağı var. Bir nuraniyyəti var. Bu dünyanın haqqında Əli əleyhissalamın, başqa övliyaların qəşəng sözləri var. Amma bu arada bir söz diqqətimi çox cəlb eləyir. Bunu uzun-uzadı izahı lazımdır. Mənfi, müsbət baxımından. Sözü deyib keçəcəm, amma elə bil ki, söz biraz suizənnə, bərgümanlığa səbəb ola bilər. Amma sözü deməmiş də qala bilmirəm. Buyurur, əgər Allah Teala bu dünyaya zərrə qədər məhəbbət bəsləsəydi, dünyanı yaratdığı gündən bəri bir dəfə heç olmaz ona nəzər salardı. Heç vaxt nəzər salmayıb. Ya deyir ki, Allah Teala bu dünyanı zərrə qədər sevsəydi, öz düşmənlərinə bir damcı verməzdi bu dünyadan. Bəli. Bu dünyadan uzaqlaşmağın özünün səfası var, səmimiyyəti var, nuraniyyəti var. Amma azdır. Çünki həddən artıq çox təslim etmiş özümüzü şeytana, iblisə, nəfsə, onun müqabilində bu qədər azdır. İmam ərz eləyir ki, İmam duada buyurur ki, çətindir Ramazan ayının ayrılığı bizə. Əzzə firaquk. Kimin ayrılığı adama çətin olar? Adamın atasının ayrılığı çətin olar. Adamın qardaşının, bacısının, anasının, övladının, yoldaşının, kim insana daha çox əzizdirsə, onun ayrılığı adama çətin olar. Adətən Ramazan ayının bayramı gələndə hamının üzündə bir sevinç, bir xoşluq əmələ gəlir. Şuur altıda olsa ki, bitdi də, yəni artıq bu əzab-əziyyət bitdi, bu işgəncə bitdi. Amma İmam Zeynəl Abidin əleyhissalamın o ağlaşmaları, o hönkürtüləri bu duaya yansıyır ki, deyir ki, vəhşətə gəlirəm səndən ayrılmaqdan. Vəhşətə gəlirəm. Yəni, imamın mənusu idi Ramazan ayı. İmam Ramazan ayı ilə oturub durmaqdan həzz alırdı. Fikir verin, Ramazan ayı bitir də, insanlar yerindədir, qonum-qonşu, ailə üzvləri, hamı yerindədir. Amma Ramazan ayında Allah Teala imam üçün necə təcəlla edirsə, o təcəlla necə şirindirsə, artıq imam dözə bilmir. Onlar pafoslu danışmırlar axı. Onlar dəqiq danışırlar. Mənim yadıma nə düşür? Əli əleyhissalam Həzrəti Zəhra salamullah əleyhanı dəfn edən zaman
Yazırlar kəfəni ki bağladı, kəfənin axırıncı ipini bağlayanda dayandı. Və çağırdı ki, ya Zeynəb, ya Ümmə Gülsüm, ya Fizzə, ya Həsən, ya Hüseyn, gəlin ananızdan son azuqələrinizi alın. Vidalaşın. Amma vidalaşını təzəvvədu feili ilə dedi. Tuşa götürün. Yəni, nuraniyyət alın, mənəviyyət alın. Və yazırlar, uşaqlar tökülüşdülər Həzrət Zəhranın cənazəsi üstünə. Əli əleyhissalama qeybdən səs gəldi mələkdən ki, ya Əli, uşaqları ayır, mələklər aləmində dözümsüzlük yaranıb bu mənzərədən. Mənə maraqlı gələn nədir? Zəhra salamun aleyhada nə var idi ki, uşaqlar onsuz? Yəni, bu Zəhra salamun aleyha cənnət Həzrət Zəhradan aşağıdır. Ayətlə Cavadi Yamlı gözəl bir söz buyurur. İmam Hüseyin əleyhissalam Kərbəlaya cənnət qazanmağa getməmişdi. Çünki cənnət nəinki İmam Hüseyin əleyhissalamındır, hətta cənnət özü həsrətdədir ki, Hüseynin tələbələri olan Salmanlar, Miqdadlar, Əbuzərlər nə vaxt gələrlər? Yəni, Hüseynin şagirdləri üçün cənnət həsrət çəkir. İmam Hüseyndən çox-çox aşağıdır cənnətdir, da şagirdlərindən aşağıdır. İmam Hüseyin cənnətdən daha ləzzətlidir. İmam Hüseyin cənnətdən daha nuranidir. Və həmin İmam Hüseyin əleyhissalam buyurur ki, onun oğlu buyurur ki, Zəhra bizə höccət idi. Yəni, balaları cənnətdən daha ləzzətli bir nemətdən məhrum olurdular. Onun ayrılığına bir an dözmək mümkün deyil ki, Əli əleyhissalam Həzrət Zəhradan sonra bir söz buyurdu. Buyurdu, göy nə yaman qaralıb, nə yaman tutqundu fəza. Yəni, aləmdən nur görmürdü Həzrət Zəhradan sonra. İndi İmam Zeynəl əleyhissalamın duası ona bənzəyir ki, və təsadüfi deyil ki, Qədir gecələri buyururlar, kim istəyir Həzrət Zəhranın məqamını dərk eləsin, Qədir gecəsini dərk eləsin. Orada bir vəhdət var, harmoniya var. İmam Zeynəl ağa nə ləzzəti itirirsə, onun münacatlarında, onun ibadətlərində necə bir kanal açılmışdısa mənəviyyata doğru, necə bir nemət axarı gəlirdisə ki, hələ bizim özümüzə o Rəsulullahın o xütbəsində var ki, yuxularınız savabdır, nəfəs almalarınız savabdır, cəhənnəm odundan sipərdir oruc, sumu təsihhu, oruç tutun ki, sağlam olasınız, əs-savmu li və ənə əccibi, oruc Allah təala buyurur, mənimdir, mən onun mükafatını verəcəm, bir ayə, bir Qurana bax. Hələ bizim üçün nələr var? Əvvəli rəhmətdir, ortası bərəkətdir, sonu məğfirətdir. Yəni, şeytan zəncirlənir, Qədir gecəsi bir ömürdən xeyirlidir. Hələ bizim üçün bunlar var ikən. Görə İmam Zeynəl əleyhissalam və onun yolunu gedənlər üçün nələr vardı ki, Ramazan ayla canlı bir varlıqla danışırmış kimi danışır. Böyle çıxır ki, canlıdır Ramazan ayı. Ramazan ayının bütün ibadətlər kimi bir diriliyi var. Bilirsiniz də Quran ayəsi var ki, "En min şeyin illa yusabbihu bihamdi." Üzr istəyirəm. Allah Taala'ya həmdü sənə təsbih deməyən, subhanallah deməyən heç nə yoxdur. Yəni elə bir məxluq istisnasız tapa bilməzsiniz Quran ayəsidir. En min şeyin illa yusabbihu bihamdi. Elə bir məxluq tapa bilməzsiniz ki, Allah həmdü sənə eləməsin. Hələ onlar belə canlıdır. O ki qaldı Ramazan ayı bu qədər canlıdır və imam necə müsahib olubsa, necə qardaşlaşıbsa, necə dostlaşıbsa Ramazan ayı ilə biz iftar açarkən imam nə edirdi? Biz başqa işlərlə məşğulkən imam nə edirdi ki, indi belədir, vəhşətə gəlirəm. Bir aylıq gecə gündür dostluq elədiyim birisi uzaqlaşır məndən. Və gələn ayın da həsrətini çəkir ki, Allah Taala'dan bir növ istəyir ki, mən çox yəni az qaldı ya, Ramazan ayı çox az mənlə dostluq elədi, mən doymadım.
Gələn il yenə göndər. Məni salamat elə ki, mən yenə o ilə görüşüm. Bəli. Çox gözəl. O günlər bir Quran tilavət edəndə diqqətimi çəkdi. Allah Teala neçə yerdə mələklərə tapşırıq verir ki, insanlar üçün istiğfar eləyin. Yəni Allah Təbarək və Teala insanların hidayəti üçün, yaxşılığı üçün, xoşbəxtliyi üçün özü də tapşırıq verir mələklərə ki, siz istiğfar edin. Sözdə möminlərin yox, insanların limən fil ərd. Bəli. Yerdə olan hər kəs üçün. Bəli. Möminlər üçün də deyir, o insanlar bütün insanlar üçün də deyir. Orada mənə belə bir hiss gəlirdi ki, yəni Allah Təbarək və Teala əslində insana xüsusi bir rəhmətlər təşkil eləyir ki, bir fəza təşkil eləyir, bir yardım olsun deyə ki, insan bu nəfs girdabından, bu şeytanın tələlərindən çıxa bilsin. Yəni, sanki, məsələn də, ata, ana gəlir, məsələn, deyir ki, övladım üçün dua eləyin. Kömək istəyir, övladım üçün dua eləyin. Allah Təbarək və Teala düzdür, özü qüdrət sahibidir, özü bağışlayır, o heç. Amma Allah Teala hər şey vasitəli yaradıb da indi bu dünyada. Mələklərə deyir ki, siz də istiğfar eləyin. Ki, xüsusi bir bəhanə olsun, mələklərin istiğfarı həm də həmən şəxs üçün, insanlar üçün gözəl bir fəzanın təşkil olunması deməkdir də. Yəni, o fəzayı, insan, onların o istiğfarı, o duası gəlir insanı bir, belə deyək, nur halqasına alır, alır ki, şeytanın təlləri oradan keçə bilməsin, şeytan oradan nüfuz eləyə bilməsin insana. Belə bir şey olur da. Ramazan ayı da Allahın xüsusi bir rəhmətidir də, indi deyir ki, gecələriniz belə, gündüzləriniz belə, yatmağınız ibadət, nəfəs çəkməyiniz təsbih. Yəni, əslində İmam əleyhissalam Ramazan ayında Allahın tam, kamil rəhmətini duyub, hiss eləyib ki, yəni, bu fəza ayrı bir fəzadır. Çünki, məsələn, günahlar azı, indi özü deyər də, nəyə görə ağırdır, vəhşətə salır, hamısı o bir-bir qeyd eləyir. Mən indi bayaq saydım, 19 dənə salam deyir İmam əleyhissalam Ramazan ayına. 19 dəfə vidalaşır. Yəni, doymur da sanki onun xeyirlərini sayır. Sanki İmam əleyhissalam bu fəzadan, bu şəraitdən zövq alırdı. Günahların azaldığı bir fəzadır bu. Yaxşılıqların çoxaldığı bir fəzadır bu. İmamın görmək istədiyi fəza və Allah Taala'nın da insanlar üçün elə nəzərdə tutduğu fəza, dünya həyatı elə belə olmalı. İmam belə bir fəzadan həzz alır, ləzzət alır və bu onun üçün bayramdır. Ona görə burada ürək yanğısı ilə vidalaşır ki, bu bayram idi. Əsl bayram deyir, Ramazan ayı idi ki. Adam sevdiyi ilə belə xudafizləşərdi. Adam istədiyi ilə ayrıla bilmədiyini. Orada bəzi kəlamlar var. Siz oxudunuz, səhv eləməsəm ki, bəs vaxtı bitdi, əcəli çatdı. O adamın bir yaxını görərsən, ya ayrılar, ya dünyadan köçər. Adam hər vasitə ilə onu əldə saxlamaq istəyər. Sonra çarə tapmayanda öz-özünə təsəlli verər ki, əcəli çatıbdır, neynəyədək, vaxtı qurtarıb. Burada da belə ifadələr işlədir ki, vaxtı bitib deyə gedir. Ramazan ayı ona görə ayrılır ki, vaxtı bitib. Elə bil ki, özünə təsəlli verir ki, niyə gedir? Sonra öz-özünə cavab verir ki, vaxtı bitib də, ona görə getməlidir onu, yoxsa getməzdi. Həssət qal. Sonra deyir ki, ən böyük faydaları, mənfəətləri gətirmişdi. Ən böyük. Yəni, Resulullah buyurur ki, du'itum fiha ila ziyafətillah. Bu ayda Allah Taala'nın qonaqlığına dəvət olunmuşsunuz Ramazan ayında. Nələr yox idi bu qonaqlıqda? Nələr yox idi? İndi düzdür, biz biraz lovğa qonaq olduq. Biraz saymaz yana oturduq bu süfrədə. Elə o neymətlər gəlib gedəndə hərdən əl atırdıq. Səy göstərmirdi gedək, biz də çoxlu qidalar götürək. Və bu süfrənin ən böyük neyməti Mədubətullahdır da, yəni Quran-ı Kərimdir, Maidə-i İlahidir.
Quran-ı Kerim bu ayda nazil Bu olur. ayətə cavab edir ki, Allah Teala 11 ay bizi yedizdirir də bu nemətlər bu cismə, yemək, içmək və s. buna aiddir. Amma bu ayda deyir Allahın qonaqlığına dəvət olunmusunuz. Bu elə bir qonaqlıqdır ki, elə kəsin qonaqlığıdır ki, o kəs yemir, içmir. Biz o kəsin qonaqlığına gidirik. Şəxsi qonağıyıq, əs-savmu li. Yemir, içmir. Yəni bu ayda yeməmək, içməmək qonaqlığına Allah dəvət edir ki, orada indi nələr var, hansı lütflər oradan qaynaqlanır, onu insan gərək nəzərdə. İndi Samir, mən bir söz demək istəyirəm. Böyük alimlərdən biri, çox hörmət elədiyim, sevdiyim alimlərdən biri bir təsvir edir Ramazan ayı haqqında. İndi bir aya yaxındır qardaşlar, bacılar oruç tuturlar. Bu orucluğun nəticəsində onların ruhunda yaralanan auraya əsaslanaraq bir sual vermək istəyirəm ki, bu alim düz deyil ya yox, özləri öz beyinlərində cavab versinlər, qəlblərində. Həmin ağa buyururdu ki, Ramazan ayı elə bir 11 aylıq cəhənnəmdən çıxan bir cənnət güşəsidir. Elə bir aylıq cənnətdir bu dünya cəhənnəmində. İndi adam hiss eləyir onu. Ki, bir mənəvi ay idi, bir mənəvi aurası var idi. Orucunun da, susuzluğunun da, aclığının da, iftarının da, oruç tutanlar hamısı hiss eləyirlər. Xüsusən evlərimizdə balaca, kiçik uşaqlar oruç tuturlar. Biz təəccüblənirik onların oruç tutmasına ki, onlar bir ay necə 12-13 saat ac qaldılar, susuz qaldılar. Allah necə iradə verir bu ayda, necə möhkəmliyi verir. Allah bizə sübut eləyir ki, bu bir ayla mən sizə sübut etdim ki, siz istəsəz, mənim bütün göstərişlərimə əməl edə bilərsiniz. Bu ayda mübahlardan, halallardan imtina edən siz, başqa aylarda haramlardan imtina edə bilərsiniz. İradə lazımdır. Qəliz deyil, çətindir. Qeyri-mümkün deyil, zəhmətlidir. Bunu Allah bizə sübut elədi bu bir ayda. Elədir. Deməli, Əssalamu aleykə, ya şəhrallahil əkbər. Allahın ən böyük ayı və Allah övliyalarının bayramı. Aya deyir. Bəli, bəli. Fitr bayramına demir. Bəli. Aya deyir. Aya deyir, şəhrallah, bəli. İndi burada bir şey mənim ağlıma gəldi. Ramazan ayı. Bu ayın adıdır Ramazan, ya bu ay Ramazanındır. Hədisdə var ki, Ramazan Allahın adlarından biridir. Allahın Ramazan ayının ki, Ramazan deyirlər, hədisdə var ki, yandıran deməkdir. Yəni, insanın günahlarını yandırır. Allah insanın günahlarını məhv elədiyi üçün, yandırdığı üçün yübəddilillahu səyyatihim həsənatin, yerinə həsənə yazdığı üçün Allahın adlarından biri Ramazandır. Yəni, Ramazanın ayıdır bu ay. Allah Taala'nın Ramazan sifətinin ayıdır. Yəni, sadəcə yanvar, fevral, ya məhərrəm, səfər belə bir ay deyil. Ramazanın ayıdır. Bu ayın adı Ramazan ayıdır, o başqa. Bu ay özü Allahın Ramazaniyyət sifətinin ayıdır. Və bu ayda o sifət çox təcəlli elədir. Sami müəllim, Allah Taala'nın çox sifətləri dünyada təcəlli eləyir. Fikir verirsinizsə, Ramazan ayında elə bil ki, çox təcəlli edir. Yəni, belə deyək də, yer, göy olur savab. Yer, göy olur mənəviyyat. Hələ biz divarın bu tayındayıq, onu hiss edirik. Allah nəsib eləsin, həcc ziyarətinə getmişsiniz də. Müqəddəs Kəbə evinə, orada çox isti olurdu, hava çox isti olur. Orada elə kondisionerlərə quraşdırılıb ki, müqəddəs Kəbə evinə bir 20-30 metr qalmış, o sərinlik, soyuqluq dəyir adam o isti, 40-45 dərəcə istidə, yadınızdadırsa. Ramazan ayı, hələ biz Kəbədən kənardayıq, onun sərinliyi bizə dəyirdi. Görün, o daxildə olanlar nə həzlər aldılar, nə ləzzətlər aldılar, nə mənəvi ləzzətlər aldılar, nələr aldılar. İmam Zeynul Abidin Aleyhisselam bir insandır, nəfsi olan bir insandır, imamdır, amma bir insandır, bəşərdir. O nə alıb ki, belə yanğılı vidalaşır. Özdə elə vidalaşır ki, elə bil ki, bir nəfər var imiş, bir ay gecə-gündüz imama nəvaziş göstərib. Və indi birdən-biri o nəvaziş bitir.
İmam yanıb tökülür. Allah bizə də o auranı, o ruhu, o fəzanı lütf eləsin, əta eləsin. Amin, amin ya Rabbel alemin. Deməli, hədisdə qeyd olunur ki, o gün ki sən günah etmirsən, Bayram. o gün sənin bayramın. Əli əleyhissalam buyurur. Həzrət Əmir buyurur. Deməli, Allah övliyaların nəzərində bayram dedikdə günahsız gün, Paklıq günü. paklıq günü, günahsız Yəni gün. onların bir dənə dərdi var idi, günah. Dərdi olmayan gün bayramdır da. Bəli. Oxuyaq yenə. Esselamu aleykə ya əkrəmə məshubin minəl əvqat və ya xeyrə şəhrin fil əyyami və saat. Ən ali cənab müsahib. Bəli. Ən kərim, insanı kəramətli edən, kəramətin alicənablığın nümunələrindən biri gözü toxluqdur. Yeməmək, içməmək və başqa qadağan olunmuş əməllərdən əl çəkmək gözü toxluqdur. Kəramət, alicənablıqdır. Yəni mən o səviyyədə deyiləm ki, bir gün ortaya görə özümü hörmətdən salım. Allahım deyibsə, yemə gün orta yeməyəcəm. Zaten səhər də yeyirəm, axşam da yeyirəm. Siz fikir verirsiniz. Deyirlər ki, bu bir xüsusiyyət var. İsar, fədakarlıq. Bu isar insanın öz təbii haqlarından keçməsidir. Bəli. İsar ilə şəhadət, Ramazan eyni xüsusiyyətlərə malikdir. Şəhid niyə o qədər hörmətlidir? Çünki isar eləyir də öz canını Allaha qurban eləyir və insanların yolunda xərcləyir. Ki, yəni, yaşamaq mənim də haqqım idi. Mən gedirəm, şəhid oluram, siz yaxşı yaşayasınız. Hüququndan keçən əskər hərə bir qəhrəman olur. İndi, aysa, hüququndan keçirdi, özdə təbii haqqı. Yaşamaq masanın təbii haqqıdır. Ən mühüm haqqdır. Yəni, bu, ən sonda insandan alına bilər, o da böyük cəzalardır. Bəli. Ən mühüm haqqdır. Yemək, içmək ən təbii haqqdır. Bəli, təbii ehtiyacdır. Təbii ehtiyac. Bir də fəda-isar. Bunlar arasında bir oxşarlıq və eyni kateqoriyadır bunlar. Bəli. Biri biraz çox, biri biraz az da. Bəli. Ramazan ayı əslində bizi fədakar olmağa öyrəşdirir. Yəni, təbii haqqından keç. Yemək, içmək, digər işlər sənin təbii haqqındır. Sən ondan keçə bilsən, olursan alicənab. Və yaxud alicənablıqdan danışdınız da. Alicənab insanlar kimlərdir? Deyir, o kəslərdir ki, onlar öz haqqından keçə bilirlər. Məsələn, hədisdə var, deyir, nəyə görə alicənab ediniz mələklər? O sualsız cənnətə gedənləri Neynəmişsiniz ki siz? Neynəmişsiniz? Deyir ki, biz 3 dənə şey eləyirdik. Bir, bizə haqsızlıq eləyəni biz əff eləyirdik. Fərdi işlərdə bəli. Sonra buyurur ki, bizi məhrum eləyənə biz özümüz verirdik. Bir də əlaqəni kəsənlə biz özümüz əlaqə yaradıq. Onlarla əlaqəni. Görürsən, alicənablıqdır da. Yəni, öz haqqını qoyursan kənara, gedirsən, hansı bir gözəl işi təşəbbüs göstərirsən. Və bu alicənablığın bir pik nöqtəsini mən qeyd eləmək istəyirəm. 19-cu gecə Əmir əl-Mömin əleyhissalam Ümmü Gülsüm salamü aleyhanın evində idi. İftara bir neçə cür yavanlıq qoydu. Ümmü Gülsüm salamü aleyha. Əli əleyhissalam ağladı. Burada qızım, sən haçan görmüsən atan Əli bir neçə yavanlıqla çörək yesin. Dedi, ata, burada nə var? Süddür, duzdur, çörək. Buyurdu, südü götür. Sonra bir söz buyurdu. Burada Allahın huzuruna elə getmək istəyirəm ki, vücudumda dünyadan heç nə olmasın. Görün, dünya adamı necə ağırlaşdırır o pərvaza nə olur ki, deyir ki, heç nə əl-ayağıma dolaşmasın. Bir tikə yiyim ki, ölməyim. Onu da Allah buyurub. Allah icazə verməsəydi, Həmmam xütbəsində buyurduğu kimi, ölərdim, gedərdim. Allah haram eləyib, deyib, ölə bilməzsin, mən də ölmürəm. Amma
o qədər də yox ki, məsələn, dünyadan məndə nəsə olsun, dünya pərəstlərin xoşuna gəlim ki, bu da bizdəndir. Deməli, insan deyir, Allah Taala'nın insan üçün təyin etdiyi və bəyəndiyi məqam onun ən pik nöqtələrindən biri həmən o isardır da, fədakarlıqdır ki, şəhadət onun, hətta deyir, şəhadət onun bir hissəsidir, tam deyil. Şəhid deyir, məsələn, sən bir var ki, sən də şəhid olursan, dostun da şəhid olur. Bir də var ki, sən onu verirsən kənara, onun yerində də sən şəhid olmaq istəyirsən. Şəhidliyi də gözəlləşdirirsən. Bu özü də böyük bir məqamdır. Bu özü də bir fədakarlıqdır. Mənim yadıma düşür, bir hədis oxumuşdum Məhrəmlik ayında. Orada deyir, Həzrəti Musa Peyğəmbər Allah Taala dedi ki, Allah Taala'ya buyurdu ki, ilahi, axırı zamanda gələn ümmətin məqamlarını mənə göstər. Allah buyurdu ki, ey Musa, mən onu göstərsəm, sən dözə bilməzsən. Amma xahiş elədin deyə mən birini göstərirəm. Deyir, pərdələr açıldı, bir nur, elə bir nur gördük, elə bir məqam gördük ki, Həzrəti Musa dözə bilməyib yıxılır. Sonra Allah Taala onu dirildir yenidən, özünə gətirir. Deyirdi ki, ilahi, Musa Peyğəmbər, ilahi, onlar necə oraya çatıblar? Deyir, onlar isarla oraya çatıblar. Fədakarlıqla oraya çatıblar. Və sonra buyurur ki, and olsun izzət və cəlalıma. Əgər kimsə ömründə bir dəfə fədakarlıq etsə, mən onu sorğu-sual etməyə çəkinərəm, utanaram, xəcalət çəkərəm, həya edərəm. Bu Ramazan ayı gör bizi haraya hazırlaşdırır. Nələri bizi aşılayır. Bəli. Allah eləsin ki, ruhumuzda qalsın bir şey Ramazan ayının sonlarında. Amin inşallah. Oxuyaq. Oxuyaq. Əssalamu aleykə min şəhrin qarubət fihil amal və nuşirət fihil a'mal. Salam olsun sənə, ey o ay ki, olduğu müddətdə arzular yaxınlaşır, yaxşı əməllər çoxalır. Arzuları nəymiş? Yaxşı əməllərin çoxalmasıymış. Ramazan ayında arzular necə yaxınlaşır? İnsan mələyə bənzəməsə mələkut aləmini dərk eləyə bilməz. Və mələyə bənzəməsinin ən bariz nümunəsi həm Quran-ı Kərimdə, həm başqa rəvayətlərdə, həm ağıl məntiqlə nə olur? Yemirsən, içmirsən. Olursan mələk kimi. Mələk kimi olacaqsan ki, mələkut aləmini dərk eləyəsən, mələklər o qudduslar aləmini dərk eləyəsən. O arzu, imamların arzuları oydu. İnsanlar yaxınlaşsınlar o aləmə. O aləmə. Baxın, dünyada küfür, şirk daha çox həqiqəti məhv elib ya dünyapərəstlik? Dünyapərəstlik. Dünyapərəstlik. Bir kafirdir, bir müşrikdir. Səninlə işi yoxdur. Onun nə ziyanı var ki? Özündən başqa. Amma bir müsəlmandır, amma dünyapərəst. O hər şeyi məhv eləyəcək. O hər şeyi məhv eləyəcək. Kafirlər, müşriklər bir ovuc olan müsəlmanlara bata bilmədilər. Amma həmin kafirlərin törəmələri müsəlman cildində dünya pərəstlik toru ilə 100 minləri yoldan çıxartdılar. Bütü göstərdi, Əbu Süfyan müsəlmanlar tabi olmadılar. Oğlu Muaviyə pulu göstərdi, tabi oldular. Bəli. Dünya pərəstlik küfrün də meyarıdır. Bir çox müşrik liderləri biz görürük elə dönəmlərdə İslamı qəbul eləyiblər ki, adam baxır, sadələf olmaq istəmir. Məsələn, Məkkə fəth olunub, filan kəsi iman gətirib. Məsələn, filan döyüşdə görüb ki, müsəlmanlar güclüdülər, düşmən sərkələrindən bir iman gətirib. Fikir verirsən ki, hamısı siyasi imandır. Da bu tərəfdə, da bütlərin yanında bacarmadıq cəmaatın qanını soğurmağa. Keçək müsəlman cildində soğuraq. Dünya pərəstlik daha təhlükəlidir. Puldan böyük büt
tapmaq olmaz. Hubəlin, Uzzanın, Latın bu gücü yoxdur. Bəli. Həm də arzular deyir, yaxınlaşır, arzular, ümidlər. Bu həm də duanın qəbul olduğu ayda. Bəli. İnsan arzularına ən gözəl şəkildə bu ayda çata bilər. Dua qəbuldur. Allah dəvət edir, istəyir duavı qəbul etsin. Xüsusilə Ramazan ayının o ayələri arasında o İzə səələkə ibadi, bəndələrim məni səndən soruşsalar. Allama buyurur, 7 dəfə mən deyir Allah Teala burada. Elə bil ki, bir ata da oğluna deyir ki, mən səni çox istəyirəm. Mən sənin atınam. Mən həmişə sənin arxandayam. Sən nə istəsən, mən sənin üçün hazırlayaram. Mən buradayam. Tək sən mənlə dost ol. Mənə sirlər var. Mən. Deyir Allah Teala 7 dəfə deyir. İzə səələkə ibadi, mənim bəndələrim. Anni, məni soruşsalar. Fə inni, həqiqətən mən. 3 dənə mən dalbadal. Ucibu, qəbul edirəm. 4-cü mən. Dəvətə daizə dəani, məndən istəyəndə. Fəlyəstəcibu li, mənə qəbul eləsinlər. Vəliyuminu bi, mənə inansınlar. Hamısı mən dartırız nə tərəfə. Samuel, qurban olduğum çox sevir bizi. Biz nankoruq. Hətta bu Allahın sevgisindən danışanda belə, yəni çox sahələrdə xəcalət çəkirik, utanırıq, cəsarətimiz yoxdur. Bizim aşiqimiz olan varlığa cəsarətimiz yoxdur deyək ki, ay cəmaat, bilirsiniz də bir nəfər bizi çox sevir. Bir nəfər bizi çox sevir. Allah bizi çox sevir. Çox sevdiyi üçün deyir cəhənnəmə getməyin. Çox sevdiyi üçün qulağımızı vurur. Çox sevdiyi üçün bizi aç saxlayır ki, sən nə qədər ki bu qarnını doldurursan, məni başa düşməyəcəksən. Ac qal ki, başa düşəsən məni. Esselamu aleykə min qarinin cəllə qədruhu mevcudən. Yanımda olanda çox əzəmətli idi. Yəni, o dost ki, o həm söhbət ki, bəli, qədri... Yəni, qədrin bilib imam onun. Bəli. Haqqın əda eləyib. Qədir qiyməti çox ucadır. Və əfcəə fəqduhu məfqudən. Faciət. Olmaması faciət. Olmaması faciədir. Buradan biz baxarıq ki, biz İmam Zeynəl Abidin Aleyhisselamın şiyyəsiyik ya yox. Bizim üçün Ramazan ayının əldən getməsi faciədir. Və mərcuvvin aləmə firaquhu. Və ümid qaynağı idi ki, firaqı da əziyyətlidir, əlimlidir. Ümid qaynağı. Esselamu aleykə min əlifin anəsə muqbilən fəsərrə. Gələndə sevinirdim. Salam olsun sənə ey o munis ki, gəlişin bizimlə ünsiyyətdə olduğun üçün bizi sevindirir. Əməlli başda aşıq-məşuq danışırdı. Və əvhəşə munqadiyan fəmadda. Gedişin isə kədərləndirir. Faciət, qorxuludur, vəhşətlidir. İndi bu səfər gah görürsünüz, gah yoldaşa bənzədir, gah dosta bənzədir. İndi bu səfər də qonşuya bənzədir onu. Esselamu aleykə min mucavirin rəqqət fihil qulub və qəllət fihil zunub. Vay. Qəlblər kövrəlirdi onun qonşuluğunda. Günahlar azalırdı. Həqiqətən də Ramazana istəsən də istəməsən də hər kəsə bir cür toxunurdu. Hər kəsə bir formada toxunurdu. 100% elədir. Günahların azaldığı, yəni qonşu adətən hörmətli olanda, belə deyək də, izzətli olanda, yaxşı olanda insan utanır da ondan. Elə deyil. Qonşudan ayıbdır. Hətta insan evin içində görsən ki, artıq hərəkət eləməyim, qonşu bilər. Qonşu görər, ya qonşu eşidər, ya qonşudan bir həya eləyir də insan. İmam Aleyhisselam buyurur ki, sən elə bir qonşu idin ki, sən olduğunda günah eləmirdik. Günah eləmirdik, günah azalırdı. Yəni sənin vücudun bizi çəkindirirdi. Günahsızlığa hörməti olan adam üçün həqiqətən ayrılıq çətin olmalıdır.
Sonra Ramazanın digər adı deyir: Esselamu aleyke min nasirin a'ana aləş-şeytan. Ən böyük faydası. Deyir ki, salam olsun sənə. Sən elə bir köməkçi, yardımcı idin ki, şeytanın əleyhinə mənə köməkli eləyirdin. Mənim yanımdaydın. Və sahibin səhhələ subuləl ihsan. Asanlaşdırmışdı Ali Cənab olmağı. Ehsan etmək asan. Həqiqətən elədir. Ramazan ayında görsə nə qədər ehsan olur, nə qədər iftarlar olur, nə qədər yaxşılıqlar olur. O bir mənası. O biri mənası Ətlə Cavadi Amli buyurur, Allah Rəsulü buyurdu ki, namaz qılanda elə qıl ki, sanki sən onu görürsən. Sən onu görməsən də o səni görür. Və bu muhsinlərin məqamıdır, ehsan məqamıdır. Yəni Ramazan ayı səni Allahın huzurundaymış kimi formalaşdırır. Daim Allahın huzurundasan. Yəni elə bir nəfər sənə bir yemək təklif edəndə sən deyirsən orucam, yəni gəlir, o aura gəlir, ilahi fəza gəlir. Esselamu aleykə ma kana əmhəkə lizzunub və əstərəkə li ənva'il uyub. Salam olsun sənə, nə qədər günahlarımızı yudun və eyblərimizi örtdün. Necə güclüsən bu sahədə, ma əmhəkə. Necə məhv edicisən günahlar üçün. Ma ədrakə ma leylətil qədr. Həqiqətən, gör nə itirmişik. Əslində, insanlığın, nə ki insanlığın, bütün bu aləmin bir dərdi var ki, bütün bu problemlərin kökündə günah dayanır. Fitnə, fəsad əgər yayılırsa, yerdə, göydə, dənizdə, suda, quruda, hamısı deyir ki, sizin günahlarınızın... Hətta açıq-aşkar Allah Quranı, bizim Allaha inanmamağımız bir müsibətdir, Samir mənim, həqiqətən müsibətdir. Yəni, vazkeçiləsi bir şey deyil bu mövzu. Buyurur Allah Teala, açıq-aşkar buyurur. Mən a'rədə ən zikri fə innə ləhu məişətən dənkə. Məişət sözün ki, hamı başa düşür. Allah Teala Taha surəsində buyurur. Mənimlə dost olmaqdan imtina edənin həyatını cəhənnəmə çevirəcəm. Məişətini sıxıntıya salacam. Bu açıq-aşkar ayədir. Allah Teala deyir ki, sən mənlə ya dost olacaqsan, ya dost olacaqsan. Olmasan, ya heyvan kimi, şeytan kimi, şeytani, heyvani ləzzətlərlə hansı dərədə cəhənnəm olduğu mənə maraqlı deyil. Əgər adamsansa, həyatın cəhənnəm olacaq. Allahın alternatifi yoxdur. Nə dünya həyatı üçün, nə axirət həyatı üçün. Bunu dərk etmədikcə biz elə bir addım qabağa, bir addım dala qalacaq yolun ortasında. Yəni, biz də elə bilməyək ki, Allah Təbarək və Təala bunu düşmənçilik üzündən edir. Yox. Sevgisindən. Bu, həm sevgisindən qaynaqlanır, həm də yəni Allah dünyanı, aləmin quruluşunu belə yaradır. Sistemi belə qurub. Sistem budur. Yəni, sənin günahın sistemi vurub. Pozursa, o pozulmuş sistemdən sənə fayda gəlməyəcək ki, fəlakət gələcək. Nə qədər vaxtımız var? Tamamdır. Təəssüflər olsun. Allah aqibətimizi xeyr eləsin. Allah gələn Ramazan ayında nəsib eləsin bizə. Allah bu ayda bağışladığı övliyaların, o bayram edən övliyalarının şərəfinə, naminə bizə də məğfirət əta eləsin inşallah. Amin ya Rabbəl aləmin. Allah şəhidlərimizi rəhmət eləsin. Amin ya Rabbəl aləmin. Allah qəbul eləsin. Allah Təbarək və Teala bütün bərəkəti, xeyri, gözəlliyi bizə nəsib eləsin inşallah. Axır Ramazanımız qərar verməsin. Allah Teala gələn il İmam Zaman əleyhissalamla birgə Ramazanı keçirməyi bizə nəsib eləsin inşallah. Allah Təbarək və Teala'na and verirəm izzət və cəlalına dünyada bizi Quran və Əhl-i Beytlə yaşatsın. Amin.
dünyadan köçəndə də bizi Quran və Əhl-i Beytlə aparsın inşallah. Amin. Xüsusi təşəkkür Allah sizi var sənə eləsin. bildirirəm. Mən təşəkkür edirəm. Məni dəvət elədiniz. Allah var eləsin. Əziz, Allah gözəl qəbul eləsin. xalqımızla ünsiyyətdə olduq. Amin inşallah. Allah bütün nemətlərimizi xalqımıza nəsib eləsin. Amin. Əmin-amanlığı, firavanlığı, hidayət və səadəti xalqımıza nəsib Amin, eləsin amin inşallah. Cəmi şəhidlərimizi Allah təala rəhmət eləsin. Şəhid ailələrinə səbr versin. Amin, amin. Allah təbarək və təala daha müharibə odu ilə bizi imtihana çəkməsin Amin, inşallah. Bu qədər. Allah razı olsun. Allah amanında qalın. Allah təala inşallah qəbul eləsin hamımızdan. Amin.